Mən bir söz deyim sizə, imamın silahdaşları imamın özündən daha çox məzlum olmasalar layiqli adam deyirlər. 313 nəfər imam zamanı yanında adam var, yəni 313 qurbanlığı var. Bütün hədəfləri öz üzərinə götürür zərbələri. Biz təkcə Əlinin şəxsini yox, onun idarəçiliyini sevməliyik, onun idarəçiliyini tanımalıyıq. İmamı hələ qoyaq kənara, bugün bəzi adamlar var, bir söz deyir, cəmaat narazı olan kimi deyir ki, filan ruhani deyib, çəkildi kənara, yəni onu vurun. Onu vurun, mənim nə işimə qalır? Bir də var, yetdiyə özü məntiqlə onu müdafiə eləyə, faktiki olaraq o zərbədən onu qoruya. Bu, biri vardı, deyirdi, ya leytana kunnamək, oxuyurdum ziyarət aşuradakı, kaş İmam Hüseynin yanında olardım, dəstək verərdim, yuxu gördüm, deyir, ox atırlar, çəkilirəm, deyir ona, çəkilirəm. Cəmaatın çoxu belə deyir, nəyimə lazımdır, bir həddə qədər imamın yanında. Bu da başlayır, özü meydana girir, tək başına bir adam ədalət icra eləsə necə olar? Düşmənçiliyi, hamısı kin ona yönələr, nifrət ona yönələr. Özü yüngül olar, əstəğfurullah, zəifləyər, hər sözü özü danışmağa məcbur olar.